Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə imamil mursalin və alə alihi və ashabihi əcməin. Əmmə bə'də, selamu aleykum və rahmetullahi və barakatuh. Sonra İbn-i Qayyim rahimehullah Teala buyurur ki, zikrin 31-ci faydası. Deyir ki, rahimehullah, həqiqətən zikr ibadətlərin ən asanıdır. Lakin ən ucası və ən fəzilətlisidir. Çünki dilin hərəkəti, bədən üzvlərinin hərəkətləri içərisində ən yüngül və ən asan olandır. Halbuki insan bədəni üzvlərindən hər hansı birisi gecə və gündüz dilin hərəkəti qədər hərəkət etsəydi, bu ona son dərəcə çətin gələrdi və bəlkə də mümkünsüz olardı. İndi belə bir sual yaranır. Zikr, bu ibadət bu qədər asan olduğu halda, asanlığı ilə yanaşı, Allah qatında insana bu qədər dəyər, insana bu qədər hörmət, insana bu qədər qiymət, kəramət verdiyi halda nə üçün biz real həyatda, vaqidə əksər insanların bu ibadət növünə qarşı səhlənkar yanaşdığını görürük. Həqiqətən də zikirlər içərisində elə zikirlər var ki, onlar müəyyən sayılara bağlıdır. Xüsusən də ki, sayı 100 dənədən ibarət olan. Biz baxırıq ki, şəriət bunu dil ilə edilməsini buyurub və bütün insanlara bəllidir ki, dilin hərəkəti insan üçün heç bir enerji tələb etmir. Dilin hərəkəti insan onu etdikdə bu ondan heç bir kaloriya itkisini hətta belə ortaya gətirib çıxartmır. Və şəriət dil ilə zikr etməyi buyurub. Xüsusən də ki, sayı 100 dənədən ibarət olan zikirlər. Təsəvvür edin ki, sayı 100 və yaxud 100-dən daha artıq zikirlərdən hər hansı birini şəriət dillə deyil də digər hər hansı bir bədən üzvlərinin biri ilə edilməsini buyursaydı, həqiqətən də bu insana çox ağır və məşəqqətli gələrdi. Buna rağmen, hansı ki, şəriət dil ilə buyurub onun edilməsinə və bu da insandan böyük bir güc, böyük bir qətiyyət tələb etmir və insana olduqca asandır. Asanlıqla yanaşı ona Allah qatında necə də böyük dəyərlər verir, hansı ki, bundan sonra gələn dərslərimizdə bunu götürəcəyik. İnsanı Allah qatında necə böyük kəramət və hörmət, izzət verir. Lakin real həyatda, vaqiədə biz əksər insanların bu ibadət növündə səhlənkar yanaşdığına görürük. Bu həqiqətən çox mühüm bir məqamdır. Bunun üzərində düşünməlisən. Zikrin 32-ci faydası. Müəllif rahimehullah buyurur ki, həqiqətən zikir cənnətin əkinidir. Həqiqətən də zikir cənnətin əkinidir. İmam Tirmizi rahimehullah özünün Əl-Cami' əsərində Abdullah ibn Məsud radiyallahu anhum, onun da Rasulullah sallallahu aleyhi ve sellem rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən İsra gecəsində İbrahim aleyhisselam ilə qarşılaşdım. O mənə belə dedi, ey Muhammed sallallahu aleyhi ve sellem, ey Muhammed, ümmətinə məndən salam çatdır və onlara xəbər ver ki, cənnətin torpağı bərəkətlidir, suyu çox şirindir və onun sahələri boşdur və onun əkini isə Subhanallah, Elhamdülillah, La ilahə illallah və Allahu Akbar kəlimələrini, zikirlərini deməkdir. İndi başqa bir hədisdə, yenə də bunu İmam Tirmizi rahimehullah özünün Əl-Cami' əsərində Əbu Zubeyrdən, onu da Cəbir radiyallahu anhudan rivayət edir. Cəbir radiyallahu anhu da Peyğəmbər sallallahu aleyhi ve sellem'dən rivayət edir ki, Rasulullah sallallahu aleyhi ve sellem belə buyurdu. Mən qalə subhanallah və bihamdiğurisət ləhu nəxlətun fil cənnə. Kim subhanallah və bihamdi zikrini desə, onun üçün cənnətdə bir xurma əkiləcək. İndi fikir verin. Hər iki hədisdən də bəlli oldu ki, zikir səbəb olur insan üçün cənnətdə nə olur? Əkin əkilir. Nədir o əkinin hansı növü? Yəni, xurma ağacı əkilir. Və bəllidir ki, əkinin əkilməsi üçün, ağacın əkilməsi üçün bir əraziyə, ağacın tuta biləcək qədər ərazisinə nəyə var? Ehtiyacı var. Və ağac harda sənin üçün, sənin adına əkilən ağac harda əkilirsə, o ərazidə sənin sayılır. Və birinci oxuduğumuz hədisdə İbrahim aleyhisselamın Peyğəmbər sallallahu aleyhi ve sellemə elədiyi tövsiyələrdən biri nə idi? Hədisdə nə keçir?
ümmətinə çatdır ki, cənnətin ərazisi boşdur, onun da bir əkini var. Oranın da əkini nədir? Subhanallah demək, Elhamdülillah, La ilahe illallah, Allahu Ekber. Demək ki, sən zikr etdikdə, xüsusən də bu zikirləri və ümumiyyətlə bütün zikirlər, hansı zikir olur olsun, sən bunu etdikdə sənin üçün cənnətdə əkin əkilir, xurma ağacı əkilir və yaxud digər əkinlər də ola bilər və bəllidir ki, əgər hər zikrə sənin üçün orada bir ağac əkilirsə, bu o deməkdir ki, cənnətdə sənin ərazin olur. Sən cənnətdə dünyada ikən özünə ərazi əldə edirsən uca Allahın izni ilə və bu necə də böyük bir fəzilətdir, bunun üzərində düşün. Sonra müəllif rahimehullah buyurur ki, zikrin 33-cü faydası. Deyir ki, həqiqətən zikrə aid mükafat və fəzilət heç bir başqa əmələ bu dərəcədə vəd edilməmişdir. İmam Buxari və Müslimin səhih əsərlərində hər ikisi də Əbu Hüreyrə radiyallahu anhudan bir hədis rivayət edir. Həmin o hədisdə keçir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurur: Kim səhər və axşam La ilahe illallah vahdehu la şerike leh, lehul mulku və lehul hamdu və huve ala kulli şeyin qadir desə, elə bil ki, 10 nəfər qulu azad etmiş, 100 həsənət yazılmış və 100 günahı silinmiş və günün sonuna kimi mütləq şəkildə şeytandan qorunmuş olar. Ümumiyyətlə, hansı zikir, hansı dua, əgər onun tərkibində La ilahe illallah kəlməsi varsa, bil ki, o zikir və yaxud da o dua çox əzəmətli, şəni yücə və Allah qatında Allahın dəyər verdiyi zikir və yaxud da ki, duadır. Və bilmək lazımdır ki, Allah subhanahu wa ta'ala Yunus aleyhissalamın duasını qəbul edib, tövbəsini qəbul edib, onu o zülmətdən, dənizin dərinliklərində, balığın qarnından qurtarmasının səbəbi onun etdiyi tövbə, peşmançılıq və etdiyi həmən o zikr idi. O zikirdə hansıdır? La ilahe illa ente subhanaka inni kuntu minəz-zalimin. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən pak və nöqsansızsan və mən də özümə zülm edənlərdən oldum və bu zikrin, bu duanın nəticəsində Allah subhanahu wa ta'ala onu o zülmətdən çıxarır. Təbii ki, biz bu zikrə baxdıqda nə görürük? Həmin zikrin tərkibində La ilahe illallah kəlməsinin olduğunu görürük və bu da ən əzəmətli zikirlərdən biridir. Hansı ki, səhər və axşam 100 dəfə deyilir. Və bu zikrin, qardaşlar, həqiqətən də təcrübədən keçmiş bir zikirdir və bu zikrin təsirini insan bunun üzərində davamiyyətdə olanda bunun təsirini tez bir zamanda görür. Allah subhanahu wa ta'ala əmr etdiyi şeyləri əmrləri yerinə yetirməkdə asanlıq istəyirsənsə, haramlardan çəkinməkdə asanlıq istənsənsə, asanlıqla gecə namazına durmaq istənsənsə, gündüzləri asanlıqla oruc olaraq keçirmək istəyirsənsə və ümumiyyətlə əmr olunan şeyləri asancasına yerinə yetirmək, qadağan olunan şeyləri asanca onlardan çəkinmək istənsənsə və mütləq şəkildə şeytanın hilələrindən, vəsvəsələrindən qorunmaq istənsənsə, bu zikrə sarılmalısan. La ilahe illallah vahdehu la şerike leh, lehul mulku və lehul hamdu və huve ala kulli şeyin qadir əzəmətli bir zikirdir və insan buna sarılanda onun təsirini tez bir zamanda və əcaib və qəribə təsirini öz üzərində görür və tez bir zamanda ibadətlərin onun üçün necə də asanlaşmasını, şeytandan necə asanlıqla qorunmasını və haramlardan necə asanlıqla çəkinməsini də görür. Yəni İmam Tirmizi rahimehullah təala Ənəs bin Malik radiyallahu anhudan bir hədis rivayət edir. Bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim səhərlədikdə, sabaha çıxda, yəni sübh namazından sonra və kim axşama çıxdıqda, yəni əsr namazından sonra günəşin isfirar, yəni saralacağı bir vaxtda, zaten səhər və axşam zikirləri də həmin vaxtlarda edilir. Kim hər o iki vaxtda əgər deyərsə ki, Allahumma inni asbahtu uşhiduka və uşhidu hamlata arşik və mələikətəkə və cəmiə xalqik əntə Allah, la ilahe illə ənt və ənə Muhammədən abduka və rasuluk. Allahım,
Sabaha çıxdığım zaman səni, ərşini daşıyan və digər mələkləri və bütün yaratdığın məxluqatı şahid gətirirəm ki, səndən başqa ibadətə layiq haqq məbud yoxdur və Muhammed sallallahu aleyhi və səlləm sənin qulun və elçindir. Göndərdiyin rasuldur, elçidir. Kim bunu səhər və axşam bir dəfə deyərsə, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah subhanahu və teala onun cəsədinin 1/4 hissəsini oddan uzaqlaşdırar. 1/4-ni oddan qoruyar. Kim onu 2 dəfə deyərsə, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, uca Allah onun yarısını oddan qoruyar həmin insanın. Kim bu zikri 3 dəfə deyərsə, Allah subhanahu və teala onun 3/4-ünü oddan qoruyar. Yəni 75%-ni. Kim onu Rasulullah sallallahu əleyhi və səlləm ki, 4 dəfə deyərsə, Allah subhanahu və teala mütləq şəkildə onu nə edər? Oddan qoruyar, oddan uzaqlaşdırmış olar. Yenə İmam Tirmizi rahimehullah, Səvban radiyallahu anhudan və onun da Rasulullah sallallahu aleyhi və səlləmdən rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim səhər və axşam Raditu billahi rabban və bil İslami dinan və bi Muhammedin sallallahu aleyhi və səlləmə rasulən kənə haqqan alallahi ən yurdiyahu. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim sabahladıqda, yəni sübh namazından sonra və axşama çıxdıqda, yəni əsr namazından sonra Rəbb olaraq Allahdan, din olaraq İslamdan və elçi olaraq Muhammed sallallahu aleyhi və səlləmdən razı qaldım deyərsə, Allah hökmən onu razı salar. Allah hökmən o insanı razı salar və Allahın da bir qulunu ən böyük razı salacağı şey də nədir? Onu öz cənnətinə salmasıdır. Və sonra müəllif buyurur ki, zikrin 34-cü faydası. Bu 34-cü fayda olduqca böyükdür. Təxminən 1, 2, 3, 4 vərəq tutur. Buna bütöv bir dərsə ehtiyac var və önəmli bir faydadır. Və bu faydanın xülasəsini deyim, İbn Qeym burada danışır ki, qulun davamiyyətli olaraq Allah subhanahu və teala'nı zikr etməsi nəyə səbəb olur? Ona səbəb olur ki, Allah subhanahu və teala öz qulunu neynəmi unutmur. Çünki Allah subhanahu və teala ara sıra bir quluna cəza vermək üçün onu çətinlikdə və onu əzab içərisində unudur, buraxır və Allah subhanahu və teala da əgər öz qulunu unudarsa, artıq qul öz xeyirlərini görə bilməz, öz zərərləri hardadırsa, o zərərlərini də görə bilməz, xeyirləri onun gözünə zərər kimi görsənər, zərərləri onun gözünə xeyir kimi görsənər və beləliklə də qul nə edər? Öz dünya və axirət bədbəxtçiliyini hasil etmiş olar. Bunu da saxlayaq növbəti dərsimizə. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.